Prezident İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Yunanistan Respublikasının baş naziri Kyriakos Mitsotakislə görüşü olub. Yunanistanın baş naziri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibəti ilə təbriklərini çatdırdı. Əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev, Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxundu və bu prosesdə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın mühüm rolunu qeyd etdi. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı. Söhbət zamanı Azərbaycanla Yunanistan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edildi. İqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, hökumətlərarası komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunuldu.